Bu fotoda Hindistan kinosunun bir dövrünü, hətta bir neçə nəsli təmsil edən, milyonların qəlbində silinməz iz qoymuş 4 əfsanəvi aktyor yer alır. Soldan sağa Amitabh Bachchan, Jitendra, Mithun Chakraborty və Dharmendra hər biri öz üslubu, obrazları və sənət yolu ilə Bollywood tarixini formalaşdıran böyük sənətkarlardır. Amitabh Bachchan Hindistan kinosunun canlı əfsanəsi hesab olunur. Onun güclü səsi, dərin baxışları və dramatik obrazları 1970-ci illərdən etibarən kino anlayışını dəyişdi. Qəzəbli gənc obrazı ilə sosial ədalətsizliyə qarşı çıxan qəhrəman tipini yaradan Bachchan bugün də hörmət və nüfuzunu qoruyub saxlayır. Jitendra romantik və ailə filmlərinin sevilən simalarından biri kimi tanınır. Onun ekran obrazları səmimiliyi, sadəliyi və pozitiv enerjisi ilə tamaşaçıların qəlbini fəth edib. Jitendra Hindistan kinosunda melodram janrının inkişafında mühüm rol oynayan aktyorlardandır. Mithun Chakraborty isə tamam fərqli bir üslubun simvoludur. O, dinamik rolları, rəqs səhnələri və cəsarətli obrazları ilə gənclərin idoluna çevrilmişdir. Xüsusilə Disko rəqqası filmi ilə təkcə Hindistanda deyil, bir çox ölkədə böyük populyarlıq qazanmış, Hind kinosunu beynəlxalq səviyyədə tanıdan aktyorlardan biri olmuşdur. Dharmendra isə güc, mərdlik və romantikanın vəhdətini təcəssüm etdirən nadir sənətkarlardandır. Onun həm qəhrəman, həm də romantik rolları illər boyu tamaşaçı sevgisi qazanmışdır. Dharmendra klassik Bollywood ulduzunun bütün xüsusiyyətlərini özündə birləşdirən aktyor kimi tarixə düşüb. Bu foto təkcə 4 məşhur aktyoru deyil, eyni zamanda Hindistan kinosunun qızıl dövrlərini, unudulmaz filmləri və milyonlarla tamaşaçının xatirələrini bir araya gətirir. Onların yaratdığı obrazlar zaman keçsə də köhnəlmir, çünki bu sənətkarlar kino tarixində sadəcə aktyor deyil, bir məktəb, bir ruh və bir mədəniyyətin daşıyıcılarıdır.